Əgər sənə desəm ki, bir qadın alim tək bir bitki ilə milyonlarla insan həyatını xilas edib, inanarsan? Onun adı Tu Yuyu idi. O malyariyaya qarşı mübarizə aparırdı. Malyariya, bilməyənlər üçün deyirəm, ağcaqanadlar vasitəsilə yayılan və plasmodium adlı tək hüceyrəli parazitin yaydığı təhlükəli bir xəstəlikdir. Yuyu yüzlərlə Çin mətnini araşdırdı və şirin yovşan bitkisinə çox diqqət yetirdi. Başa düşdü ki, bitkiləri yüksək temperaturda qaynatmaq onun içərisindəki faydalı maddələri parçalayır. Buna görə də o, aşağı temperaturda qaynatmağa başladı və nəticə etibarən o artemisin adlı maddəni əldə eləsin, parazitin daxilindəki dəmirlə reaksiyaya girərək onu məhv edir və bu kəşflə milyonlarla insanın həyatı xilas oldu. Tu Yuyu 2015-ci ildə milyonlarla insanın həyatını xilas edərək Nobel mükafatı aldı və buna görə də elmin göstəricisi sadəcə zəhmət və savadla əlaqəlidir, cinsiyyətlə yox.